vaxtınız xeyirli və uğurlu olsun. Bizim Səda bir-birindən rengarenk maraqlı sujetləri ilə yenə də qonağınızdır. Diqqətiniz bizdədirsə, onda başladıq. Səyahət etməyi hər birimiz sevirik. Tanımadığınız yaxud da adını duyub amma görmədiyiniz yerlərə, ölkələrə getməyi kim istəməz ki? Bir əşyanın tarixinin qədimliyini vurğulamaq üçün tarixi dünya qədər qədim deyə bir ifadə işlədirlər. Biz insanlar da ən qədim mədəniyyət ocaqlarına, tarixi məkanlara böyük maraq göstəririk. Misal üçün, sizin getdiyiniz hər hansı ölkədə ilk gəzəcəyiniz yer əsasən hara olur? İndi bəzi hazır cavablar deyəcəklər ki, təbii ki, otel, mehmanxana yaxud da restoran. Bəli. Bu da doğrudur. Çünki insan yüksək sənətdən, tarixdən, mədəniyyətdən zövq ala bilmək üçün ən azı sağlam və tox olmalıdır. Axı biz ilk növbədə insanıq. Yaxşı, oteldə məskunlaşıb yerli mətbəxin təamlarından dadandan sonra nə edirsiniz? Yəqin ki, şəhərin xəritəsini əldə edib plan qurmağa başlayacaqsınız. Bax, elə əməkdaşımız Gülnar da bunu müəyyənləşdirməyə çalışacaq. Gəlin bir yerdə öyrənək, görək ölkəmizə gələn turistlər hansı məkanlarımızı ziyarət etməyə daha çox can atırlar. Azərbaycan tarixi zəngin irsə malikdir. Kimləri yetişdirmədi bu tarix? Səfəvilər kimi güclü dövlətin başçısı Xətainimi, yoxsa Qarabağ kimi böyük bir məmləkətin Pənah Əlibəyinimi? Dünənimizdən bugünədək itirdiklərimiz də oldu, qazandıqlarımız da. Sevindirici və fəxr ediləsi haldır ki, bu illər boyunca qazandıqlarımız daha çox olub. Bunların arasında isə tarixi məkanlarımız, abidələr və əsrarəngiz memarlıq nümunələri nəinki bir millət kimi özümüzü, hətta Azərbaycana qədəm basan xaricilər də heyran qoyur. Güzel yerler, çok güzel yerler. Çok beğendim ben buraları. Hani değişik, etkileyici. Bakı çox gözəldir. İçəri şəhərə, Şirvanşahlar sarayına heyran qaldıq. Çox xoşuma gəldi. Bir də biz Şəki şəhərində olduq. Ölkəniz bizi qədimliyi ilə valeh edir. Bakı gözəl və qonaqpərvər şəhərdir. İnsanları mehribandır. Məni çox yaxşı qarşıladılar. Bura gəlməzdən öncə düşünürdüm ki, çox xoşuma gələcək və yenə bura səyahət edəcəm. Artıq buna bir daha əmin oldum. Bakı sanki keçmişlə gələcəyin qovuşduğu bir yerdir. Dünən bulvarda olduq. Mənə elə gəldi ki, Bakı bulvarı dünyanın ən uzun, geniş və təmiz bulvarıdır. Sonra Heydər Əliyev muzeyində olduq. Çox böyük zövq aldıq. İndi də içəri şəhərdəyik və bura çox füsunkardır. Beklediğimizin çok üstünde bir Azerbaycan'la karşılaştık. Hayallerimizin ötesinde bir yerdeyiz. Gəzib görə bildinizmi? Hangi yerlərdə oldunuz? Hansılar xoşunuza gəldi? Gittiğimiz her yeri beğendik, öyle söyleyeyim. Hətta Bakının ən qədim tarixi məkanlarından olan içəri şəhərin dar küçələri, qala divarları sanki keçmişlə indiki dövrün arasına sərhəd çəkir və bugün ölkəmizə gələn turistlərin də diqqətini cəlb etməyə bilməz. Küçələrə gəldikdə isə içəri şəhər küçələrində bugünkü günü gördüyümüz ondan ibarətdir ki, şəhər müəyyən çərçivəyə qədər öz daxilində genişlənir. Ta 18-ci əsrə qədər şəhər ancaq bu gördüyümüz içəri şəhərdən ibarət olur. Aparılan müşahidələrə görə xarici vətəndaşların şəhərimizdə ən çox üst tutduğu məkanlardan biri də içəri şəhərdə Şirvanşahlar kompleksidir. Şirvanşahlar sarayı müdafiə xarakterlidir. Kompleksə sarayla yanaşı divanxana, Şirvanşahlar türbəsi və s. daxildir. Şirvanşahlar sarayı saray tikilləri arasında ən qədimidir və tarixçilərin fikrincə 10 ilə ucaldılıb. Şirvanşahlar sarayında diqqətimizi çəkənsə xalq arasında Dərviş türbəsi kimi tanınan Seyid Yəhya Bakuvinin türbəsi oldu. Bakuvi Şirvanşahlar sarayında 1-ci Xəlullahın dövründə yaşamış saray alimi olub. Alimin günümüzədək 30-dan çox sufi mistik xarakterli əsəri gəlib çatıb. Bakının memarlıq abidələri sırasına məşhur Qız qalası da daxildir. Özü bir əfsanə olan Qız qalası haqqında rəvayətlər də çoxdur. Tarixçilərə görə bu abidəyə qədimdə Oğuz qalası da deyilib. Qız qalası tarixən deyilişlərdə müəyyən dəyişikliklərə uğrayaraq günümüzə gəlib çatır. Qız qalası 28 metr hündürlüyündə, 16 metr diametrində inşa olunub. 4-5 metr aşağı mərtəbələrin qalınlığıdır. 4 metr yuxarı mərtəbələrin 8 mərtəbədən ibarətdir. Tarixi məkanlarımızdan həmçinin Qobustan qoruğunu da qeyd etmək olar. Qoruqda əsasən mezolit dövrü abidələri sərgilənir. Bundan başqa qoruqda mağaralar, bulaqlar da var.
Turistlərin ən çox üst tutacağı tarixi məkanlarımızdan biri də Atəşgah məbədidir. Atəşgah məbədi mərkəzi səcdəgahın ətrafında 26 hücrədən və giriş portalının üzərində qonaq otağından, balaxana dediyimiz qonaq otağından ibarətdir. Həmin o hücrələrin bəziləri dua otaqları, bir hücrə məişət hücrəsi kimi, 2 hücrə, 3 hücrə isə karvansaray kimi fəaliyyət göstərirdi ki, həmin otaqlarda uzaq yollardan gəlmiş tacirlər, ticarətçilərin qısa müddətli istirahət üçün nəzərdə tutulmuşdur. Tarixi mənbələrə görə Atəşgah məbədi qədimdə Azərbaycanda hakim din olan Zərdüştlərin inancı yeri olub. Avropa oyunlarının ilk mənşəli tarixi 18-ci əsrə dayanan Atəşgah məbədindən götürüldü. Bura isə məbədin mərkəzi səcdəgahı hesab olunur. Vaxtilə burada baş kahinlər ibadət edərdilər. Azərbaycan hər bir qarışı, daşı, torpağı ilə bir tarixdir. Bu tarix illərin sınağından keçərək günümüzədək çatıb. Paytaxt Bakı ilə yanaşı bölgələrimiz də tarixi abidələr baxımından zəngindir. Buna misal olaraq Bərdədəki Nüşabə türbəsi, Gəncədə Xəmsə memarlıq kompleksini, Naxçıvanda Möminə Xatun türbəsini göstərmək olar. Gülnar İlqar qızı, Ziya Allahyarov, Lider TV. Bizim xalq dünyanın necə deyərlər ən çayxor millətlərindən biridir. Düzdür, hindlilər də, türklər də çayçən olurlar, ancaq onların heç birində çayla bağlı çıxdım 5-ə, vur 15-ə deyimi yoxdur. Zərif xanım siluetini xatırladan armudu stəkanda verilən pürrəngi çayın ləzzəti başqa olur ha. Buğlana-buğlana içilən samavar çayının ətri, tamı isə bir dəfə dadanın damağında qalır. Elə ölkəmizə təşrif buyuran qonaqlar, turistlər də Azərbaycanın çayını xüsusilə bəyəndiklərini deyirlər. Bu fərq çayımızın dadındadır, yoxsa onun dəmlənmə qaydasındadır? Bax, bu haqda daha ətraflı Türkiyanın sıradakı sujetindən biləcəyik. Buyur Türkan, söz səndədir. Çayın vətəni Çinin qərbində yerləşən Uyğuristan sayılır. Elə bütün dünyaya da çay buradan yayılıb. Avropaya çayı ilk dəfə 1516-cı ildə Holland tacirləri gətirib. Azərbaycanda çay bitkisi ilk dəfə 1896-cı ildə Lənkəranda əkilib. Plantasiya halında isə 20-ci əsrin əvvəllərində salınıb. Ölkəmizdə becərilən çaylar Çin müxtəlifliyinə aiddir. Ölkəmizə xarici qonaqların daha çox üst tutduğu bir vaxtda demək olar ki, məkanlarımızın hər birində növbənöv, çeşid və çeşid çaylarımız hazırlanaraq qonaqlara təqdim olunur. Çay. Sizin çayınızı dadmışam, ləzzətlidir. İngilis çayına bənzəyir. Ancaq biz çaya süd əlavə edib içirik. Sizdə isə limonla sevirlər. Bu dadı burada kəşf etdim. Çox bəyəndim. I prefer FS. There's a lot of international restaurants in town, Italian. Şəhərinizdə çoxlu milli restoranlar var. Bu təqdirə layiqdir. Mən özüm çay sevirəm. Sizin yerli çayı da çox bəyəndim. Ətirli və dadlıdır. İçməklə doymaq olmur. Yeah, I like it. Yeah, every day. You have to love çay. Bəli, siz Azərbaycanlılar çayı çox sevirsiniz. Mən Kanadadanam. Bizdə kofe üstünlüyü verilir. Burada sizin çayın dadını bəyəndim. I like it with lemon and with you know the mountain. Çayınızın dadına baxdım, bəyəndim. Xüsusən də limonlu çay. Dağ çiçəklərdən dəmlənən çayın dadı isə təkrar olunmazdı. Spice? Yeah, very nice. Yeah. Qədimliyi ilə seçilən turistlərin üst tutduğu bir məkandayıq. Gəlin yaxınlaşaq. Mətbəximizə görə orada hansı çaylar hazırlanır, qonaqlara daha çox hansı növ çaylar təqdim olunur. Burada bizim növbənöv çaylarımız var. Azərbaycan çayı məşhur çaylardan olan qara çay, çoban yastığı, itburnu, sarı çiçək çayı. Kimin nə zövqü, nə uyğun gəlirsə, onu məsləhət müraciət edirlər, biz də dəmliyib veririk. Restoranımızda ada çayı, ondan sonra kəklik otu, itburnu, çoban yastığı, saydıqca çoxdur növləri, yəni çaylarımız var. Çayın Azərbaycana aid olan xüsusi növü var. Azərbaycan çayı adlandırılan bu növ əsasən Lənkəran, Astara, Masallı və Zaqatalada becərilir. Bizdə çay adətən armudu istəkanda içilir. Çayın armudu istəkanda içilməsi qonaqlara da özümüzə də xoş təsir bağışlayır.
Çayımız isə süfrəyə adətən çərəzlərlə, limonla və şirniyyatla verilir. Çox maraqlıdır ki, ölkəmizdə qonaqlarımız çayla qarşılanıb, çayla yola salınır. Restoranlarımız da tariximizi, mentalitetimizi, milli mənəvi dəyərlərimizi layiqincə təbliğ etmək üçün qonaqlarımızı hər zaman lazımınca qarşılayıb yeməklərimizi və çayımızı ən yüksək səviyyədə təqdim edirlər. Buna görə də ölkəmiz hər zaman qonaqpərvərliyi, dadlı, zəngin təamları ilə sevilib, seçilib. Xarici vətəndaşların, xarici müştərilərin hansı üsluba daha çox üstünlük verməsin, mən sizi inandırıram, onlar ən çox bizim milli dəyərlərimizə daha çox üstünlük verirlər. Bizim milli mətbəximizlə daha çox zəngin maraqlanırlar, bizim çaylarımızla maraqlanırlar. Demək olar ki, qara çaya daha çox üstünlük verirlər. Samavarda qaynayan çayın dadından doymaq mümkün deyil. Ən yaxşı çaya isə el arasında xoruz pipiyi deyirlər. Elə xarici qonaqlarımızın da ən çox bəyəndiyi tünd qara çayımızdır. Şəhərinizi gəzirik, restoranlarınızda da olmuşuq. Milli mətbəxiniz, xüsusən də çayınız çox ətirli və təbiidir. Deyərdim ki, sizin Bakı çayı Avropadan heç də geri qalmır. Mətbəxiniz zəngindir. Deyirlər, burada da maraqlı kafeləriniz var. Məşhur samavar çayınızı da çox eşitmişik. Deyirlər, dadı çox fərqlidir. Çay içməyi dünyanın bütün xalqları sevir. Azərbaycanlılar isə dadıyla fərqlənən çayımızı içməyə məhdudiyyət qoymurlar. Necə deyərlər, çay nədir, say nədir? Biz də sizə ətirli çay süfrəsi arxasında həm ailəniz, həm də qonaqlarınızla mənalı istirahət və könül xoşluğu arzulayırıq. Türkan Mahmudova, Əfqan Bayramov, Lider TV. Uşaqlıqda ən sevdiyim məşğuliyyətlərimdən biri də böyüklərin söhbətini, cavanlıq, uşaqlıq xatirələrini dinləmək olub. Ona görə də ailə yığıncaqlarını, ad günlərini, bayramları səbirsizliklə gözləyirdim. Elə ki, süfrə yığışdırılıb, çay süfrəsi hazırlanırdı, özümü verirdim divana. Yerimi rahatlayıb gözləyirdim söhbətin qızğın anını. Məqam yetişəndə də deyirdim ki, ana, uşaq vaxtı quraşdırdığını səhnəcikdən danış da. Elə bu cümləm bəs edirdi ki, böyüklər bir-birlərinin uşaqlığı ilə bağlı məzəli əhvalatları açıb töksünlər. Nə gözəl vaxtlar var idi. Bilmirəm məşhurlardan kim deyir. Dünya bir səhnədir. İnsanlar isə bu səhnədə həyat adlı tamaşanın aktyorlarıdır. Bu doğrudan da belədir. Teatr demişkən, kifayət qədər qədim tarixə malik bu sənət növündən, aktyor peşəsinin incəliklərindən isə sıradakı sujetdə biləcəyik. Teatrda günümüz çox yaxşı başladı. Burada aktyorların tamaşalara hazırlıqlarını izləmək, onlarla söhbət etmək məndə maraq oyatdı. Axı 500 ildən artıq tarixə malik Azərbaycan teatrı çoxlarımızın ürəyinə öz rəngarəng və unudulmaz tamaşaları ilə yol açıb. Məşq prosesləri, yəni tamaşanın verilmə müddəti təqribən 1 ay, 2 aydır. Yəni məhz bu tamaşadan deyirəm. Yəni planlarımızda ay yarıma 2 aya nəzərdə tutulub tamaşanı təhvil vermək. Məşqlərimiz də səhər saat 11-də başlayır. Yəni maksimum saat 2-əcən çalışırıq, bütün işlərimizi görüb qutaraq. Son illər yəni problem yoxdur. Hökumət tərəfindən, teatrın rəhbərliyi tərəfindən lazım olan istəyir maddi, istəyir mənəvi dəstəyi biz həmişə görürük. Çalmaq, oxumaq, oynamaq, hərəkət etmək, söhbət aparmaq, bütün bunlar teatr sənətinin əsas elementləridir. Onlar bizim müasir teatrlarında ayrılmaz hissəsidir. Sözsüz ki, bütün bunları səhnədə izləmək imkanımız var. Hələ çox qədimlərdən bir məsəl mövcuddur. Deyir, həyat bir səhnədir, insanlarsa aktyor. Mən isə həyat səhnəsində göstərilən bu tamaşaya bir növ tamaşaçı kimi baxıram. Mürəkkəb inkişaf yolu keçən Azərbaycan teatrının repertuarı bugün daha da genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bugün fəaliyyət göstərən bir çox teatrlarda seyr etmək mümkündür. Xüsusən də bu işdə ən çox pay sahibi olan aktyorlardır. Teatr bu sənəti sevməlisən ki, bu sənətdə çalışa biləsən. Teatr mənim həyatımdır. Mən özümü təsəvvür eləyə bilmirəm ki, mən bir gün bu teatrsız istədilmişkən qala bilərəm. Mən bu teatrı, ümumiyyətlə bu sənəti çox sevirəm. İlk növbədə sevgi lazımdır. İstedad lazımdır, təbii ki. Sağ olsun Hüseyin, artıq 2 aydan çoxdur məndən işləyir, fərdi işləyir. Və bütün çətinliklərimi, nə qədər mənə qaranlıq qalan yerlər varsa, hamısını o həll edir. Teatrdan danışarkən səhnəyə qoyulan tamaşalardan, səhnə arxasında gedən iş prosesindən, hazırlıq işlərindən bəhs etməsək olmaz. Repertuarda çox maraqlı əsərləri var.
Bu il biz Rauf Hacıyevə, Qara Qarayevə müraciət eləmişik. Bu il Elçinin Baladadaşın Toy Hamamı əsəri bizim teatra artıq gəlib və bu il eyni zamanda Fikrət Əmirovun Minbir Gecə baletidə yazdığı musiqi əsasında ərəb nağıllarından ibarət bir tamaşa hazırlanacaq. Yəni repertuarda əsərlər çoxdur. Onların məşqləri gedir. Teatrda və eləcə də səhnədə oynanan tamaşaların ən vacib tərkib hissəsi dekorasiya hesab olunur. Onun başlıca vəzifəsi səhnəyə qoyulan tamaşanın təsirli alınmasına vasitəçi olmaqdır. Düzdür, son zamanlar gənclərimiz daha çox kinoteatrlara üz tutsalar da, səhnədə aktyorların müxtəlif obrazlarını canlı-canlı izləməyin tam başqa yeri var. Odur ki, çalışın teatrlarımızı və orada oynanılan maraqlı tamaşaları diqqətinizdən kənarda qoymayasınız. Adil Rasimoğlu, Vüqar Səfərli, Turan Mustafayev, Lider TV. Mənim nənəm elə belə nənə deyil. Sirr ortağım, yaxın dostumdur. İkimizin ortaq maraqlarımızdan biri də televizordur. Yox, mən işimi nəzərdə tutmuram. Biz evdə televizoru birgə izləyirik. Özü də nənəm serial filan davası çəkən deyil ha. Nənəli babalı oturub idman proqramlarını, voleybol, basketbol, futbol maçlarını izləyir. O gün deyir ki, abala, bu oyunlar yaxşı şeydir, amma bu futboldur nədir, onu başa düşə bilmirəm. Cəmaət o topda nə tapıb axı? 90 dəqiqə o yan bu yana qan tər içində qaçırlar. Deyirəm ay nənə, futbolu başa düşmək üçün heç olmasa bir dəfə oynamaq lazımdır. Yəqin ki, xanımlarımızın əksəriyyəti də nənəmlə eyni fikirdədirlər, əksəriyyəti, amma hamısı yox. Əməkdaşımız Xumarın sıradakı sujetinin qəhrəmanları isə futbolu nəinki anlayır, hətta mənəm deyən kişi futbolçularından heç də geri qalmayan xanımlardır. Gəlin bir yerdə baxaq. Ölkəmizdə kişilərlə yanaşı qadınlarımız da futbol oynamağı bacarır. Düzdür, xanımlarımız daha çox stadionda və yaxud da evdə ekran başında futbolu izləsələr də, meydançada da öz məharətini göstərən qızlarımız az deyil. Dünyanın əksər ölkələrində kişi futbolu ilə yanaşı qadın futbolu da mövcuddur. Bu idman növü 20-ci əsrin sonlarında təşəkkül tapıb. Daha çox inkişaf etmiş ölkələrdə yayılan qadın futbolu əksər dövlətlərdə hələ də mövcud deyil. Təməli Şimali Avropa ölkələrində, daha dəqiq desək İngiltərədə qoyulan qadın futbolu sonralar Almanya, Fransa, İspanya kimi böyük dövlətlərdə oynanılıb. Qadın futbolunun inkişafı kişilərlə müqayisədə təbii ki, çox gec başlayıb. UEFA qadın futbolunun inkişafında çox işlər görüb. Müxtəlif tədbirlər keçirib, dünya çempionatları təşkil edib. Qadınlardan ibarət hakimlik briqadaları da var. Təbii ki, qadın futbolu kişi futbolu ilə müqayisə olunmazdı. Baxmayaraq ki, eyni idman növüdür, amma nizam-intizam başqadır. Əsas ətraf mühitin dəstəyi lazımdır ki, qızların da futbolu inkişaf etsin. Ölkəmizdə qadın futboluna maraq kifayət qədər yüksəkdir. Bu 2012-ci ildə Azərbaycanda keçirilən U17 qadınlardan ibarət komandaların dünya çempionatında da özünü bir daha göstərdi. Çox böyük işlər görüldü ki, ölkədə qadın futbolu inkişaf etsin və bu da hər şeylə göz qabağındadır. Əvvəllər 1-2 dənə qadınlardan ibarət milli komanda var idi. Amma dünya çempionatından sonra və öncəki görülən işlərdən sonra ölkədə aşağı yaş qrupunda qızlar komandaları yaradıldı. İndi bu dəqiqədə 13, 15, 17, 19, 21 yaş qruplarında bizim komandalar var. Oyunun qaydalarına gəldikdə isə burada da kişi futbolunda olduğu kimi əl ilə oyun qadağandır. Yalnız qapıçı topa əllə toxuna bilər. Futbolda oyundan kənar vəziyyət deyilən çox mühüm bir anlayış var. Belə bir vəziyyət yarandıqda oynamaq olmaz. 90 dəqiqə ərzində hər komanda 11 nəfər olmaqla meydançaya daxil olur. Burada hər kəsin öz vəzifəsi var. Amma təbii ki, əsas topu tora düzgün daxil etməkdir. Bütün idman növlərinə, xüsusilə də futbola erkən yaşlardan başlamağın vacib olduğunu söyləyən milli komandanın üzvləri bu idmana marağın çox vaxt irsən keçdiyini deyirlər. Elə komandanın oyuncusu Sevinç Cəfərzadə də bu fikirdədir. Məncə bu bizdə ailəlicə gələn bir şeydir. Yəni qardaşım da futbolçu olub, atam da vaxtikən həvəskar kimi oynayıb.
Amma ailədə futbolçu kimi professionalcasına mən yetişmişəm. İlk öncə iradə lazımdır, həvəs, istək lazımdır. Oyunun gedişatı ümumi komandadan asılı olsa da, əsas məsuliyyət hər zaman kapitanın üzərinə düşür. Uşaqlıqdan futbola həvəsim olduğuna görə gəlmişəm. Yəni milli komanda yaranandan sonra bu komandaya cəlb olundum. Psixoloji cəhətdən düzdür, oğlanlarla qızlarda fərqli futbol növləridir. Yəni istər-istəməz futbolu oynayanda qızın futbol oynamağı başqa, oğlanın futbol oynamağı başqadır. Rəqib hücumlarının qarşısını almaq və qol buraxmamaq isə qapıçıdan asılıdır. Qapıçılığa çox meyil olmuşam. Yəni çətin olduğundan sonra oyunçulardan fərqli bir şey elədiyinə görə qapını seçmişəm. Elə də davam etmək istəyirəm. Birinci istək, iradə lazımdır. Əlbəttə ki, bayaq komanda yoldaşım dediyi kimi. Yəni istək olan yerdə təbii ki, insan biraz da qabında olmalı, özündə olmalıdır ki, nəsə eləsin. Qadın futbolu Avropa oyunları proqramına salınmasa da ölkəmizdə bu idman növü getdikcə inkişaf edir. Ümumiyyətlə son zamanlar xanımlarımızın yalnız futbola deyil, bütün idman növlərinə olan marağı zərif cinsi nümayəndələrinin həqiqətən də cəsarətli olmasını bir daha təsdiqləyir. Kumar Kərimli, Zaur Bayramov, Lider TV. Bax belə, bizdən bugünlük də bu qədər. Sabah yenidən görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Bizim səda bir-birindən rəngarəng, maraqlı sujetlərlə bizdə. Diqqətiniz bizdədirsə, onda başladıq. Eşitmirəm, Bu haqda isə əməkdaşımız danışacaq. Yaponlar kimi demişəm,